faiz verirlər. Onunla belə yenə bunların qarşısını alan yoxdur bu şəhərdə. Qarşısını ala bilmirlər elə bil. Bunlarla bacara bilmirlər. Belə şey olmaz. Zana yığılmışıq biz. Kanal 21-ə müraciət edən Şirvan şəhəri Bağ Evləri masivində yaşayan sakinlər Məhəmməd Füzuli parkında yerləşən ailə kafesi ilə bağlı narazılıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə onların hər gün istifadə etdiyi yol parkın mərkəzindən keçir və Məhəmməd Füzuli büstünün arxasında fəaliyyət göstərən bu obyekt ictimai rahatlığa mane olur. Məlumata görə dövlət mülkiyyətində olan bu obyekti icarə edən Mirzəyev Elşən Ərəbxanoğlu masalarını gediş-gəliş yoluna, skamyaların qarşısına və süni gölün ətrafına düzməklə şəhər sakinlərinin narahatlığına səbəb olur. Sakinlər bildirirlər ki, çayxanada oturan müxtəlif şəxslər söyüş, səs-küy yaradır və bu vəziyyət onlar üçün ciddi narahatlıq doğurur. Mən İbadov Elnur Maisoğlu, Şirvan şəhərində yaşayıram, bu məhəllədə oluram. Bu Elşad Mirzəyev adlı bir vətəndaş bizi burada narahat edir, çox narahat edir, yolu bağlayır. Sonra orada çayçıda mən uşaqlarımla, ailəmlə parka uşaqları apara bilmirəm. O çayçının qabağında adamlar, zətlər hamısı durur, oğlan uşaqları, cəmaat. Ailə uşağımla mən orada gedə bilmirəm, çox narahatam. Mən xahişim odur ki, cənab prezidentdən müraciət edirəm və şəhərin başçısı İlqar Abbasovdan müraciət edirəm ki, xahiş edirəm bu haqsızlığa son qoyulsun, bir vətəndaş kimi. Mən müraciət edirəm. Mayıs Xudayaroğlu, 46 ilin müəllimiyəm, Şirvan şəhər sakiniyəm. Uzun müddətdir bu qonşularla da münasibətlərimiz çox yüksək səviyyədədir. Çox yüksək səviyyədə. Amma təəssüf edirəm ki, bu illər ərzində bütün qonşularla münasibətlər yaxşı olduğu halda, yaxşı olmayan, hərəkətlərinə fikir verməyən, qonşularla münasibətdə pis olan yeganə bir qonşumuz var ki, bu insan bizim aramızda böyük saxmaşma yaradır. Bu həyət mənimdir, o darvaza da mənim idi. Darvazam uçmuşdu, onu gətirib yenisi ilə əvəz eləmək istəyirdim. Gəlib bu darvazanın şəklini çəkib Mirzəyev Elşən Ərəbxanoğlu və onu bələdiyyəyə müraciət edib. Mən də bələdiyyənin rəisi mənə müraciət elədi ki, Mayıs müəllim, bu olmaz, çəkdim yerində darvazam. Amma yenə də vaxtaşırı çəkib. Qonşular haqqında mənim nüfuzumu aşağı salan, mənim haqqımda yaxşı olmayan bir mühit yaratmaq istəyir. Ki, qonşular sizdən hamı narazıdır. Bu da mənim qonşularımdır, burada heç eləyət, hamısı qonşularımdır. Mən bilmək istəyirəm ki, bunun ictimaiyyət arasında mənim nüfuzumu, müəllim nüfuzumu aşağı salmağının məqsədi nədir? Bir söz soruşum, hər şəxs nə işlə məşğul edir?